Bəzən deyirlər ki, ölkəmizlə bağlı nəsə danışırlar da, yəni ki, o ölkədə hüquqları pozulur insanların, o ölkədə çox ədalətsiz qanunlar çıxarılır, nə bilim, ədalətsizlik çoxdur. Təbii ki, bunu dövlət etmir, bunu şəxslər edir, fərd şəklində. Dövlətin başçısı, prezidentimiz insanlara etimad göstərir. Deyir, sən filan nazirlikdə əyləş, sən Səhiyyə Nazirliyində əyləş, sən Təhsil Nazirliyində əyləş, sən digər də onlara etimad göstərir, inanır və ümid edir ki, onun etimadını bu insanlar doğruldacaq. Doğrultmurlar. Necə ki, Əyyubovlar doğrultmadı. Mən düşünürəm ki, bir də görürsünüz ki, deyirlər ki, dövlətdə terror. Terror necə olur? Bir fərd şəklində ya soyad şəklində əgər dövlətin büdcəsinə əl qoyulursa, onun dövlətin büdcəsindən pullar, paralar çəkilirsə, bunun özü terrordur da. Mütləq insanların əlində silah olmalıdır, gəlib müharibə etməlidir. Eyyubovlar bunu etdi. Üzümü tuturam elə Eyyubovlara. Mahirə Əsədovanın iş qadını, Mahirə Əsədovanın 21 milyon yarım mal qalığı olan dərman şirkətini əlindən almışsınız. Robert Eyyubov, yenə də deyirəm, Robert Eyyubov, bilmirəm hardasan, nə işlə məşğulsan, ürəyində bu qədər insaf olsun, ürəyində bu qədər vicdan olsun, bir qadına qarşı bu qədər böyük ədalətsizlik mi olar? Bu qadını niyə özünə qurban seçdin? Daha güclülərini seçərdin. Bu qadındır, Azərbaycan qadınıdır. Necə sən onun şirkətini əlindən almışsan? Qadın gecə yatıb, səhər gəlib baxıb görüb ki, şirkət, Sonar Farm, dərman şirkəti Robert Əyyubovundur. Elə Bəylər Əyyubova da müraciət edirəm. Bəylər Əyyubov, general polkovnik, xahiş edirəm, çox xahiş edirəm. Siyahılar tərtib olunub. O siyahılarda məhz Sonar Farm şirkətinin, dərman şirkətinin də adı var. Mahirə Əsədovanın da adı var. Bu şirkətlə yarı işləyən Elnur İskəndərovun da adı var. Mən xahiş edirəm, bir vicdanınızın səsinə qulaq asın, bir vicdanınıza sual verin, bir özünüzə sual verin. Azərbaycan vətəndaşına, Azərbaycanlı olan bir qadına qarşı bunu etmək olarmı? Bunu ancaq erməni edərdi. Bunu ancaq bizi sevməyən, nə bilim, dini, irqi, bizə məlum olmayan insanlar edərdi. Siz ki, Azərbaycanda yaşayırsınız. Siz ki, Azərbaycanın çörəyini yeyirsiniz. Siz ki, bu qədər varı, dövləti, sərvəti, qəniməti Azərbaycandan yığmışsınız. Təcili Mahirə Əsədovanın şirkəti, Bəylər Əyyubov, Robert Əyyubov, Ruslan Əyyubov, Həsən Əyyubov və digərləri geri qaytarılmalıdır.